Salam değerli izləyicilər, 25 noyabr 2025-ci il ötən gün Neftçi rəhbərliyi və baş məşqçi Samir Abbasovun iştirakı ilə görüş keçirilib və görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib. Bildirilib ki, Samir Abbasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyə qədər rəhbərlik tərəfindən hər cür dəstək göstərilib. O cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib. Mövsümlər arası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub. O cümlədən komandanı tərk edən oyuncularla bağlı bütün qərarları baş məşqçi verib. Müqavilə bağlanarkən Samir Abbasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub. Bununla belə keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzu olunan sayılmayıb. İmişli ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub. Samir Abbasovun Neftçidə həm oyuncu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bu mövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib. Öz növbəsində Samir Abbasov gətirilən arqumentlərlə razılaşmayaraq cari nəticələrin elə də pis olmadığını, hazırki uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk üçlüyə düşəcəyini söyləyib. İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə bir tərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir. Qeyd olunanları nəzərə alaraq Neftçi Peşəkar Futbol Klubu Samir Abbasovu istefaya göndərib, klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abbasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayıb və hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı Turan Tovuzla noyabrın 28-də keçiriləcək oyuna hazırlamaq Sənan Qurbanova həvalə edilib.